Çox kanala baxacaqsınız. 10.000-dən çox və gördüyün IPTV-də. Bunu sizə necə eləyəcəm, açacağım, göstərəcəm və bunun qaydalarını sizə və gördüyün öncədən açmışam mən. Proqram hazırdır. Sizə göstərəcəm necə açmaq lazımdır kodları. Və burada aç sözünü vuraq. Home sözü vuraq. Home birinciyi vuraq. Və gəldi bura açmışam mən gördüyünüz kimi. Burada 3 büzə vuraq, üstə gəlib vuraq sarı. Ad sözünü vuraq, ad. Və burada gördüyünüz kimi sizə şəkil göstərəcəm. Bax yuxarıdakı şəkildəki kodu dəqiq yığın. Bunu sizə skamini çəkin və telefonunuzda bunu elə formada yazmalısınız. Buradakı hamısı eyni ilə yazılmalıdır. Birinciyə də, ikinciyə də yazmaq lazımdır ki, yəni bu kod orada düzgün olsun. İkisindən sonra da adı vursam, vəssalam, telekanalın özü gələcək. Bax burada yuxarıdakı gördüyünüz kimi yazmışam IPTV. Mən də öncədən hazırdı gördüyünüz gibi burada. Və gəlib burada vurmuşam ki, və sizə başa düşərdən demək istədim. Bax məndə var gəldi. Və buradan baxıram kanalların birinə. Gördüyünüz kimi buradakı istənilən kanala canlı baxmaq mümkündür. 10.000-dən çox kanaldır. İnternet üzərindən baxsan və gördüyün ASTV-yə gələcəm bura. ASTV gəldisə, spesiyə də baxa bilərsiniz. Fərqi yoxdur. İstənilən kanala, TRT, hər bir kanala baxa bilərsiniz burada. Gördüyünüz kimi canlı yayında efirdə gedir və gördüyünüz kimi canlı efirdir və gördüyünüz kimi Trump bayrağı qucaqlayır və formada. Yəni istədiyin kimi canlı yayıma baxa bilərsiniz. Evdə deysənizsə, başqa yerdəsənsə, maşından gəlsənsə, oturub baxa bilərsiniz. Və gördüyünüz kimi istənilən canlı kanala baxmaq mümkündür.